Alfa-xrom, artıq çəkidən azad ol. Hipokrat yazırdı, yeməyiniz dərmanınız olsun, amma dərmanınız yeməyiniz olmasın. Bəli, sağlam qida insan bədəninə bütün dərmanlardan daha faydalıdır. Lakin dediyim kimi, sağlam qida. Bəs yediyimiz yumurtalar sağlamdırmı? Burada yumurtanın ölçüsündən, rəngindən deyil, tərkibindən danışıram. Çoxunuz yumurta alarkən onun tarixi ilə maraqlanır, təzə olub olmadığını yoxlayır. Bəs həmin yumurtanı yumurtlayan toyuqlar barədə heç düşünmüsünüzmü? Görəsən bu toyuqlar sağlamdırmı? Hansı şəraitdə böyür? Nə yeyirlər? Bu sualı satıcıya versəniz yəqin ki, səmimi bir cavab almayacaqsınız. Xatırlayırsınızsa bir müddət əvvəl broiler toyuqları haqqında video hazırlamışdım. Həmin videoda toyuqların tez böyüməsi üçün istehsalçıların toyuqların başına gətirdiyi oyunlardan danışmışdım. Düz o videoya görə biz bəzi zənglər alsaq da həmin videonu silmədik. Bu dəqiqə siz yuxarıda kart görəcəksiniz. Həmin karta daxil olaraq həmin videonu yenidən izləyə bilərsiniz. Lakin bu dəfə broiler toyuqlarından deyil, həmin toyuqların yumurtalarından danışacağam. Diqqətiniz məndə olsun. Dəyərli izləyicilərimiz, bu cür videolarımızın YouTube-da çox baxılması sizin əlinizdədir. Aşağıda yerləşən bəyən düyməsinə basıb şərh bölməsində fikirlərinizi bizə yazsanız, videomuz YouTube-da daha çox insanın qarşısına çıxacaq. Toyuq təbii şəraitdə, hormonlarsız, ot və həşəratlarla qidalandıqda sağlam olur. Sağlam bir toyuğun yumurtladığı yumurta da təbii ki, sağlam olur. Belə yumurtalar vitaminlər, doymamış yağ turşuları olan omega-3, eləcə də D vitamini ilə zəngin olur. D vitamini çatışmazlığından əziyyət çəkirsiniz, deməli sağlam yumurta yemirsiniz. Əgər toyuqlar məhdud şəraitdə, quşçuluq fermasında yetişdirilibsə, yumurtanın tərkibində bu qədər vitamin olmur. Bu cür yumurtalar əksinə zərər verə bilir. Toyuqlar stresə düşürlər. Kənd toyuqları daim hərəkətdə olduqları üçün stres altında deyillər. Lakin broiler toyuğunu təmiz havaya buraxmırlar. Onlar nə qaçır, nə də günəş işığı görürlər. Belə olan halda isə toyuqlar stresə düşürlər. Toyuq stresdə olduqda bu birbaşa dölə, yəni onun yumurtasına təsir edir. Nəticə etibarilə toyuğun əti də, yumurtası da keyfiyyətsiz olur. Əslində burada problem toyuqların saxlanıldığı şəraitdir. Dar qəfəslərdə hər kvadrat metrə düşən toyuq sayının çox olması, onların saxlanıldığı yerlərin həddindən artıq işıqlandırılması, ventilyasiya sisteminin zəif olması toyuqlarda stresə və hətta onların bir-birlərini yeməsinə belə gətirib çıxara bilir. Bəli, belə şəraitdə böyüdülən toyuqlar bir-birlərini dimdikləyərək yaralayırlar. Sonra qanları və digər toxumaları ilə qidalanmağa başlayırlar. Avropada bu problemi aradan qaldırmaq üçün 2012-ci ildən baraban tipli qəfəsli quşçuluq sistemi qadağan edilib. Çünki bu qəfəslərdə toyuğun bircə qanad açması üçün belə yer olmur. Lakin digər ölkələrdə toyuqların bir-birinə zərər verməməsi üçün başqa bir vasitəyə əl atırlar. İstehsalçılar heyvanların qidalarına sakitləşdirici dərman əlavə edirlər. Nəticədə toyuqlar bir-birlərini öldürmürlər. Böyümə prosesinə müdaxilə edilməyən toyuqlar daha uzun yaşayır və yağlı olurlar. Bu cür sağlam toyuqların yediyi keyfiyyətli qidalar onların yumurtalarına da təbii ki, təsir eləyir. Bu cür yumurtalar qiymətli zulal və yağ turşuları ilə yüksək olurlar. Lakin tez kökəlməsi üçün hazır qidalar və hormonlarla böyüdülən toyuqlar isə yemin tərkibindəki qida maddələrindən təsirlənir. Həmin yemdə toplanan pestisidlər və ağır metallar onların hüceyrə quruluşunu pozur. Bütün bu amillər həmin toyuqları və onların yumurtalarını keyfiyyətsiz qida mənbəyinə çevirir. Biz də onu yeyərək sağlamlığımızı riskə atmış oluruq. Tünd rəngli yumurtaların ağ yumurtalardan daha sağlam və faydalı olduğu haqda cəmiyyətdə yayılan fikirlər səhvdir. Yumurtanın qabığının rənginin onun keyfiyyətinə heç bir aidiyyatı yoxdur. Çünki qida maddələrinin tərkibi qabığın rəngindən deyil, toyuqların saxlama və qidalanma şəraitindən asılıdır. Üzərində saman və toyuq nəcisi olması da toyuq yumurtasının keyfiyyətindən xəbər vermir. Çünki son vaxtlar bəzi işbazlar bu nəcisi sonradan özləri yumurtaya yaxırlar və kənd yumurtası adı ilə bizə satırlar. Broiler toyuqlar bildiyiniz kimi günəş işığı görməyən və dar qəfəslərdə saxlanılır. İstehsalçılar heyvanların ətlərinə müdaxilə etdikləri kimi onların yumurtalarına da təəssüflər olsun ki, müdaxilə edirlər. Onların hiyləsi isə belədir. Gündə 2 dəfə süni işıqlandırmanı azaldıb, sonra isə artırırlar. Toyuqlar 2 günün keçdiyini düşünüb yumurtlamağa başlayırlar. Nəticədə daha çox yumurta əldə etmiş olurlar. Bəs yumurtanın sarısının tünd və ya açıq olması onun keyfiyyətindən xəbər verirmi?
Xeyr, bu yanlış düşüncədir. Təbii yumurta sarısının tünd və ya açıq rəngdə olması birbaşa toyuğun qidalanması ilə bağlıdır. Yumurta sarısına rəng verən əsas maddələr karotenoidlərdir. Yumurtlayan toyuqlar bu maddələri özləri sintez edə bilmədiklərinə görə onları yedikləri qidalardan alırlar. Yumurtlayan toyuqlar taxıl və buğda ilə qidalanırsa, yumurtanın sarısı daha açıq rəngdə olur. Lakin toyuq qarğıdalı, ot və həşəratla qidalanırsa, sarısı tünd və narıncıya yaxın olur. Lakin söhbət təbii yumurtadan gedir. Xatırlayırsınızsa, əvvəllər marketlərdən yumurta alanda sarısı açıq rəngdə olurdu. Lakin son vaxtlar istehsalçılar broiler toyuqlarının yumurtasına sarı rəngi vermək üçün onların yemlərinə bəzi kimyəvi maddələr qatırlar. Bu maddələr yumurtanın sarısının rəngini tünd eləyir. Yəni marketlərdən aldığınız yumurtanın sarısının tünd rəngdə olması onun keyfiyyətli olduğu anlamına gəlmir. Hətta üzərində kənd yumurtası yazılsa belə. Bəs bu mövzu ilə bağlı fikirləriniz nələrdir? Zəhmət olmasa aşağıda yerləşən şərh bölümünə yazın. Belə dəyərli izləyicilər, videolarımızın davamını görmək istəyirsinizsə, kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Bizi YouTube-da, TikTok-da, Facebook-da və Instagram-da da izləyə bilərsiniz. Bir bax yazıb axtarış verməyiniz kifayət eləyir. Növbəti videolarımızda görüşənədək. Hələlik.